Salam değerli izleyiciler. Bugün size Masaz qəsəbəsində gözəl evlərlə tanış edəcəm. Evimiz 1, 2, 3, bir dənə də evin, baba evin arxasında qəşəng gözəl, bağlı, bağçalı, gözəl bir həyətdə olan evlərlə tanış edəcəm. Evlərimiz çox gözəl bir qiymətədir. 3 sota yaxın torpağın içində yerləşən 4 otaqlı belə gözəl evlərdir. Evlərin bu üçü də yan yana, üçü də durur. İş qohum, iş yaxşı qonşular, məsələn, şəhərdə evləriniz plana düşürsə, yəni qonşu olmaq istəsəniz, belə gözəl evlərlə çox gözəl də münasib qiymətli. İlk öncə qiyməti xatırladıram sizə, 110 min manata satışa çıxıbdır. Tam paket qubcalı evimizlə, torpağımızın da sənəti qaydasındadır. Dövlət ipotekasını yarayır. İstənilən şəxslər müraciət edib yaxınlaşıb baxa bilərlər. Qeyd edim ki, evimizin qazı, suyu, işığı, mərkəzi kanal sistemidir. Hər üç evimizdə, biri də arxasındadır. O evimizin də gözəl şəlaləli, gözəl bisetkalıdır onda. Hündür kürsüdədir. Evimiz burada 4-5 daş kürsü göndərir. 4-5 daş da həyətə qədərdir. Hətta 6 daş kürsüdə belə gözəl və gördüyünüz kimi həyəti olan bir evə tanış edəcəm. Bir hissəsi kombi nəzərdə tutulan yeridir. Evimiz həqiqətən çox geniş, çox səliqəli bir evdir. İlk öncə evin düz axırda olan mətbəxi ilə tanış edəcəm. Bir 25 kvadrata yaxın bunun mətbəxi var. Düzmü gözəl işləmə tavan spotları ilə. Pəncərəmiz qeyd ki, ev qarşısı açıqdır. Birbaşa öz həyətinə baxır. Evlər çox aralıdır. Gördüyünüz kimi 6-7 metrdən çox məsafədədir. Belə bir gözəl istipol qeyd edək ki, monolit betondur. Bir də ikinci mərtəbə birinin arası da evimizin birinci mərtəbəsindəki geniş qonaq otağımız. Qeyd edim ki, qonaq otağı ilə mətbəximiz başda eyni ölçüdədir. 25 kvadrat. Çox gözəl, həqiqətən geniş bir evdir. Bütün otaqlarda kondisioner üçündə kombi xətləri də atılıbdır. 110 min manata nə verirlər ki, götürəndə bir otaqlı bina evinin qiymətinə sizə 3 sota yaxın torpaqda 4 otaqlı geniş. Bu bizim sanitar qovşağımızdır. Birinci mərtəbənin hər iki mərtəbədə sanitar qovşağı mövcuddur. Bu pilləkənimizin altında gözəl belə kladovka yığa bilərsiniz, genişlik. İkinci mərtəbə qalxan meşə materialından ağacdan yığılma belə bir pilləkənimizdir. 3 dənə geniş yataq otağı buradadır. Bu böyük valideyn yataq otağıdır. Hasilə 20-25 kvadratda budur. Bu digər bir yataq otağımızdır. Bu isə üçüncü yataq otağımız. Qeyd edim ki, bütün pəncərələrinin qarşısı açıqdır. Bu həyətinə baxır. Bu hissədə balkona çıxışımız var. Qeyd edim ki, bax soldakı həyət, sağdakı həyət, bir də bu üçü yan yana 110 min manatdan satışa çıxıbdır. Real alıcılara ev sahibinin özünüz razılaşa bilərsiniz. Gördüyünüz kimi hər üçünün də həyəti genişdir. Ağac əkmək üçün, gül əkmək üçün yeri var. 3-4 dənə maşın girə biləcək həyəti var. 110 min manata paket qubca. Ətraflı məlumat üçün 050 055 662 82 nömrəsi ilə əlaqə saxlayıb gəlib yerində tanış ola bilərsiniz.